Qubada Yunan-Roma güləşçilərimiz üçün qəşəng, təmir olunmuş yeni bir zal demək olar ki. Buradan ümid edirik ki, yeni çempionlar görəcəyik. Bu il ərzində Gəncə, Balakən, Masallı, Göyçay, Qazax rayonlarında olduq. Çoxlu zallarda məşq edən idmançılarla, məşqçilərlə söhbətləşdik və fikir verdik ki, ölkədə ildən ilə güləşə olan sevgi, maraq artır və onların arasından əlbəttə ki, gələcəkdə çempionlar çıxacaq, təzə adlar olacaq. Qubada da məşq edən idmançılarla söhbət eləyəndə hiss edirdik ki, onların gözü qapıdadır. Çünki eşitmişdilər ki, Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov onların məşqlərinə gəlib baxacaqlar. Amma onlar gəlməmişdən qabaq biz məşqi keçirən Musa Mirzəyevlə söhbətləşdik. Musa müəllim, məncə bu uşaqlar üçün Fərid Mansurovu, Namiq Abdullayevu görmək, onları canlı dinləmək çox böyük, vacib bir işdir. Necə düşünürsünüz? Əlbəttə, çünki onlar bizim fəxrimizdir. Biz hər bir uşağı ayrı-ayrılığında bizim belə qəhrəmanlarımız barədə çox danışırıq, çox söhbətlər aparırıq. Milli qürurdur biz üçün. Biz istərdik ki, onlar da bu yolu davamçısı olsun, bayrağımızı yüksəlsin, himnimizi səsləndirsin. Əlbəttə bu işlər aparılır, çünki daimi güləşi, o fiziki məşqlər, güləş fənləri işləməyə devam edir. Biz uşaqlarla daim bu söhbətləri aparırıq ki, bizim qəhrəmanlarımızı tanısınlar. Bir də Musa müəllim, belə Quba üçün belə bir zal çox gözəl bir, əlbəttə, necə deyərlər, federasiya düzəldib, eləyib, şərait yaradıb. Sadəcə o sizdən nə lazımdır? Yaxşı idmançılar, yaxşı çempionlar yetişdirir. Mən əvvəla onu demək istəyirəm ki, federasiya dərin minnətdarlığımı bildirirəm rəhbərliyə. Sizdən xoş gəlmişsən deyirəm sizdən. Çox sağ olun, belə bir günlə gözəl bir bizim şərait yaratdınız. Biz çox razıyıq. Yəni, biz əlimizdən nə gəlirsə, gənclərimizi, yeniyetmələrimizi vətənpərvərlikdə yetişməsinə daim çalışır və çalışacaq. Namiq Abdullayev, Fərid Mansurov idmançıların məşqinə baxandan sonra onlara yaxınlaşdılar və öz dəyərli məsləhətlərini verdilər. Tək idman azdır, dərslər yaşamaq lazım. Güləşlər, prosto durub eləmək yox. Güləşəndə rəqib durub, sən gözlə, döyürüz.